sabit, nisbi sabit, yoxsa necə, yoxsa təhlükəli? Təhlükəli deyil, nisbi sabit də deyil. Yəni sabit də deyil. Yəni nisbi təhlükəlidir. Yəni biz əgər düşmənin təxribatlarını izləsək, istiqamətlər üzrə təhlil etmiş olaraq ki, daxili asayişin pozulmasında iştirak olan, marağı olan qüvvələrin sərhəddə də hazırlıqları gedir. Çünki bir tərəfli revanş olmayacaq. Eyni zamanda həm sərhəddə təxribat, eləcə də dövlət daxilində asayişin pozulması ilə müşahidə olmayacaq. Nə üçün? İnsanları daha çox inandırmağa görə mütləq şəkildə sərhəddə üstünlük əldə edəcək kiçik əməliyyatların keçirilməsi Ermənistan mətbuatına və Ermənistan ictimaiyyətinə çatdırılmalıdır. Eləcə də havadarlarına biz hazırıq deyə siqnalını verməyə yönəlmişdir. Əslində kiçik bir modelin üzərində böyük bir faciəni göstərmək istəyirəm. Mən Ermənistan-Azərbaycan münasibətlərinə biz iki dövlət arasındakı bir münasibət kimi, münaqişə kimi baxmalı deyilik. Bugün Pakistan və Hindistan arasında olan münasibətlər kiçik formatı Cənubi Qafqazdadır. Dünya sizin qeyd etdiyiniz qlobal güclərə, Pakistan və Hindistanda sülhə nail olmaq lazımdırmı? Xeyr. Orta dəhlizin keçid olduğu Çindən gələn Pakistana istənilən vaxtı barmaq uzatmaq üçün Hindistandan istifadə edirlər. Yaxşı, bu daha böyük qlobal güclərin marağında olan bir məsələdir. Yəni Amerikanın, məsəl üçün belə götürsək, Çindən olan münaqişəsində, iqtisadi münaqişədə. Bəs Cənubi Qafqazda bunu kim sövq edir? Və Cənubi Qafqazda iki dövlətin sülh proseslərinə kim mane olur? Bu da qlobal güclərin bu gün kənara atmaq istədiyi Fransa kimi dövlətlərin və ona özünə oxşar həmkarlarının Cənubi Qafqazda orta dəhlizin davamı olan Azərbaycan ki, bunun həm təhlükəsini təmin edir, həm burada iqtisadi, istər yol baxımından, kommunikasiya baxımından, limanlar baxımından buna şərait yaradır. Bax, bura bir, belə desək, bir daş vurmağa çalışırlar. Məqsəd bundan ibarətdir. Amma bunu necə elə fiziki prosesi, siyasi prosesi, fiziki prosesi keçirmək istəyirlər. Bu isə bizim dövlət sərhədlərimizdə müşahidə olunur. Ermən müəllim, dövlət sərhədimizin zolağı bir qədər uzundur da, kifayət qədər böyük bir ərazidir. Yəni burada ən belə təhlükə doğuran nöqtələr varsa, onlar hansılardır? Var təhlükə. Mən xahiş edirəm belə xəritəni göstərəsiniz. Təhlükə doğuran nöqtələr var. Hətta qeyd edərdim ki, İran prezidentinin Azərbaycana səfəri, Azərbaycan-İran münasibətlərinin son prosesləri hətta təhlükəni belə artıracaq. Nə üçün artıracaq? Artıq Azərbaycanın İranla olan münasibətləri Azərbaycanın cənub dəhlizinin həyata keçirilməsi